Crunch Burger'dən bu menyunu tam şəkildə ödənişsiz əldə etmişəm. Açığı çox da dadlıydı. Siz də Crunch Burger'dən istənilən menyunu ödənişsiz əldə edə bilərsiniz. Crunch Burger'dən sonra isə Costa'dan ödənişsiz orta boy kofe əldə etdim. Elə bilirsiniz bitdi? Əlbəttə yox. Yeməyimi yeyib kofemi də içdikdən sonra ödənişsiz şəkildə kinoya da getdim. Avatarın yeni bölümünü izləməyə. Bəs necə? Deməli sadəcə ABB-nin yeni tam viza kartının olmağı bəsdir. Qısa şəkildə izah edim ki, hamı yararlana bilsin. Ay ərzində dövriyəniz 200 AZN olarsa park sinemadan istədiyiniz filmə bilet, 500 AZN olarsa kino ilə yanaşı Costa'dan kofe. Yox, əgər dövriyəniz 1000 AZN olarsa o zaman bu iki hədiyyə ilə yanaşı Crunch Burger'dən menyu da qazanırsınız. Burada bir nəfər yox, kart istifadə edən hamı qazanır. Kartın üstünlükləri bununla da bitmir. İlk onu deyim ki, rəqəmsal kartdır deyə dərhal aktivləşir. Digər üstünlük odur ki, etdiyiniz ödənişlərdə 10%-ə qədər kəşbək əldə edə bilirsiniz. Bu postu save edin və dostlarınıza da göndərin ki, onların da məlumatı olsun.